Qaymaq verilişi yenidən efirdədir. Əziz dostlar, ikinci buraxılışımızdır və yenə də qaymaq kimi qonağım var. Cəmil Əhmədzadə daimi qonağım mənimlədir. Çox üzr istəyirəm, bunu da oxuyum. Bəli. O oxudu Sangreal və dərhal tərcümə etdi. Sangreal söz birləşməsi hərfi mənada kral qanı deməkdir. Beləliklə mən 58-ci fəsli bitirdim. Dan Brown'un gördüyünüz kimi Da Vinci'nin şifrəsi. Da Vinci'nin şifrəsi mən sizə keçən veşdirmişdim 1-dən 8-ə qədərdir. Amma ola bilsin o deyil. Və kitabın gedişatında nəsə dəyişikliklər var görə. Bəli, biz bu verilişi ona görə çəkirik ki, Cəmil Esomsa gəlsin burada kitab oxusun. Kitab üzü atsın Atsın. Və burada bir kitabımız da var, tövsiyə edirik. Deməli, Mustafa Kılıncdan Qadınlar nə istəyir, kişilər nə verir. Belə bir kitab da var. İndi rəssamlarımız sağ olsun gətirib qoyublar. Bunu da oxuyarıq. Bunun rənginə görə gəldim. Oxumusunuzsa kommentdə yazın. Mustafa Kılınc məncə dəqiqliklə bilir qadınlar nə istəyir. Ola bilər. Amma kişilər nə verir, onun dəqiq. Səncə bunun haqqında bir qadının yazması daha düzgün olmazmı? Ola bilərdi, amma qadın yazsa qadın tərəfdən olacaq, kişi yazsa kişi tərəfdən olacaq. Çünki fərqli fikirlər. Onda Mustafa Kılınc otsun arvadı ilə verir də. Atsın bir kitablar qoysa qabağına. Bəli. O desin, bu desin, ortaq məxrəcə yazsınlar. Bəli, biz Mustafa Kılınca buradan səslənirik. Əgər gələn dəfə kitab yazacaqsansa, bilmirəm bu nə qədər satılıb. Gələn dəfə kitab yazacaqsansa. Heç bu verilişə qədər baxılıb. Bu verilişə qədər. Amma keçən dəfə demişdin 30-u keçsə, biz 878 nəfər bizim 886. 86 oldu. Bəli, dayanmadan sonra artıq. 10 gün keçib, başına başdır. İndi yazacaq ora. İzləyənlər sağ olsun. Sağ olsun, doğrudan da sağ olsunlar. Biz də bu təşəkkürümüzü bildiririk. həvəsə gəldik 800 nəfərdən sonra ikinci verilişi çəkdik. Ha, yaxşı yadıma düşdü. Bax, keçən verilişdə. Əziz tamaşaçılar, keçən mən yenə götürən bir kamera yoxdur. Vüsal Əhmədzadə. Vüsal Əhmədzadənin narsizmi ona 2 dəqiqə kamera bu. Birini buradan o şəxsə özünü götürür, birini də opşunu götürür. Mən məcburam ki, sənin kamerayı mən məcburam ki, opşuya müraciət edeyim. Sən götürmüsən keçən verilişdə mənim bütün əxlaqsız ifadələrimi bip işlətmədən və qulaq as. Dilində gözəl səslənir. Özü bir dənə komand deyib, çox üzr istəyirəm bu ifadəmə görə. Özü bir dənə o sözü deyib, deyirəm ki, indi bana da zənglər gəlir. Dedilər ki, misal gör, nə tərbiyəli uşaqdır, nə əxlaqlı uşaqdır. O bir dənə sözdür. Mən deyə bilmədim ki, onu da bu bipləyir, o birisini də bu bipləyir. Sənin dilində o gözəl səslənir. Çox sağ olun. Sağ olun, kəs burasını vermə. Yaxşı, onda keçid alırıq xəbərlərimizə. Aha. Yenə yeni xəbərlərimiz var. Heç sana inanmağım gəlmir. Xəbərin yenisi olmaz. Sənin fikirlərin mənim maraqlıdır. Ona görə bu xəbərləri seçirəm. Bəli, buyurun. Sən biraz belə qəribə adamsan. Ona görə sən bura bir bip qoy, qəribəyim də bip qoy. Adamsan. Aha. Hə, ona görə sənin fikirlərin mənim maraqlıdır. Buyurun. Dəlidən doğru xəbər deyirlər ona görə. Aha, buyurun mən. Başlayıram uzaqdan. Uzaq Antarktidadan bir xəbər var. Antarktida yoxdur, ora portaldır. Oradan girir adam başqa yerdən çıxır. Ala. Bunu bütün indi dünya mətbuatı yazılır ki, Cəmil Əhmədzadə deyir ki, Antarktida yoxdur. Bunu izləyən varsa, mən ona da salamlarımı göndərirəm. Mustafa Kılıncdan bir oturursa. Bu arada yenə də biz qeyd edirik ki, burada sizin reklamınız. Aha, mənim yenə yadıma düşdü. Mən bura keçən səfər ismini şəklini qoyub. İsmail Heydərov mənim bərbərim, dəyərli dostum, qardaşım. İsmail Heydarovun şəklini qoymusan. Sən necə bəd adamsansa, mən bir həftədə 10 gün mən bərbərə gedə bilmirəm. Mənim ayağımı bağlayıb asdım. Necə ümumiyyətlə biz yığışıb veriş çəkirik. İndi sənə o şey hekayəmi danışıb, Xəzərin hekayəsini danışıb. Xəzərin hekayəsini bilirsiniz siz. Bir dəfə deməli Xəzər kafe var, şeydə Targovda Xəzər kafe var. Burada sizin reklamınız ola bilər. Xəzər kafenin reklamı pulsuz gedir. Xəzər kafe var deməli, əyləşib çörək yeyirik, elə bir salonda oturmuşuq. Nəsə biraz yemək zadı. Pullu vaxtlarımızı. Pullu vaxtlarımızdı. O vaxt ABD çörəzada çıxırdıq. İndiki kimi zibilləşmirdik. Getmişik, oturmuşuq Xəzər kafedə yemək yeyirik və orada da amma olan kimi düz danış. Düz danışacağam. Oradakı ofisantlarda yaxınlaşır xarici müştərilər falan olur orada. Məsələn, dolmanı necə yeyərlər göstərir. Biri göstərir ki, bəs dolmanı qatığı üstünə töküb sonra belə yemək lazımdır falan. Bu eləncə göstərir. Vüsal Əhmədzadə bu təsirli mənzərədən kövrəldi və mənə qayıtdı dedi ki, gör deyir bura, mən 12 ildir gəlirəm. Dedi, bu nə burada sastav dəyişir, nə burada insanlar gələn müştəri narazı gedir. Ümumiyyətlə kollektiv çox mehribandır. Bax ağzından bu söz çıxan kimi kuklalar oraya yazıq iş gedir. Burada olmasın.
Durun sizin basın boynumuzda sağlam gedir. Bu belə necə deyək? Nafsı ağır bir insandır. Mən sizə Yalandı. Şərdi böhtandır. Ya. 12 gün yığılan. Həmin o. Çünki görər. Asab bunun ucbatından patladı. Bunun ucbatından. Ya. Hələ də işləyirlər o adamlar orada. Heç Yalan danışma. mən ora gedəndən sonra 3 dəfə səsləndim. Bəlkə sənin ayağın bətdi. Mən o sözü Lənkərandan da gəlib Xəzəri dağıtdın. Mən Lənkəranda da Xəzəri dağıtdın. Xəzər Lənkəran vaxtında dağılmışdı. Nəysə, burada qəmgin notlar gedəcək və biz xəbərimizə keçid alırıq. Antarktidadan bir xəbər var. Deyədi. Deməli, Antarktidada Aha. tədqiqat bazasında alim həmkarına hücum edib. Nədir? O boyda içində alim var. İçinə qırırlar Qırırlar bir-birlərini. Niyə hücum eləyib? İndi səbəbi çox maraqlıdır. Onlar Cənubi Afrikadan ora gediblər. Nə danışırsan? İsti yerdən gediblər soyuq yerə. Bunlar şoka düşüb. Başları gedib, nəsə bunlar daha veriblər. İndi ən maraqlı tərəf odur ki, Antarktidadan qayıtmaq çox çətindir deyə. Bunlar 10 ay hələ bir yerdə qalıb. Hələ də 10 ay bir yerdə qalıb. Danışma, yamanım. Mənə orada 3 dənə atverka ver, qazım bu şey, tədqiqat aparım. Pingvin dablar ona deyirlər ki, gəl o andan ki, sən atverqa gətirsin buraya. Cənubi Afrikadan da Antarktidaya mütəxəssis aparmayın. Allah evzi tiksin. O da mən sizə deyim. Bu iqlim dəyişiklikləri nəzərə alın zaman. Özdə. Mən səndən bir də Bir sual obisinə deyib öldürməklə hədəliyib. Hələ Doğrudan də deyirsən. bir-birlərinə orada qalırlar. 10 ay bir yerdə qalmalıdır. Bu xəbəri kim verib? Xəbəri kim yazırsa. Sən deyib ki, bu balı öldürməklə hədəliyir. Bu dedi bizim aramızda ciddi bir münaqişə baş verdi. O bizdə orada sizə gələn adam deyib ki, siz hələ 10 ay oradasınız. Qırmır. 10 ay qaydın mən sizə göstərəcəm. İndi mən bir dənə Gedərsən sənə sual. Antarktidaya. Antarktidaya mənim nə itimat var? Mən burada Mən də getmərəm. Zaqrava Belə maraqlıdır amma gəl. Zaqrava ölkə qarşısına çıxamamışam. Maksimum getdiyim yer Naxçıvan oldu. Təyyarəyə bir yerdə minmişdim. Təyyarəyə bir yerdə minmişdim. Nə acab o düşmədi. Nə acab. Nə acab o təyyarə. Qəzaya uğramadı aslında. Allah saxladı, o içində namaz qılanlar var idi. Bəli. Hanı su? Bəs ona görə də burada sizin reklamı. Ha bildim, birisi şəl su qoyacaq. Ya. Sponsor gəlməsə bu Cəmil axırda susuzluqdan öləcək. Əziz sponsorlar, bax istəmirsinizsə Cəmil susuzluqdan ölsün, bir sponsor gəl. Heç bir sponsorun bezinə dörəməz. Nəysə. Qamcının notlar yenə burada da getsin. Bəli. İsveçrə alimlərindən. Hayda damla yapılarına axmaq adamlardır. Yox, bu dəfə İsveçrədə siyasətçilərdən bir xəbər var. Amma İsveçrədə cinayət baş verib. Nə danışırsan? Bəli. Heç olmazdı orada Heç şey. olmazdı. Deməli İsveçrədə bir siyasətçini cərməliyiblər. Vəzifət zolağın çıxıb. Yox, nəyə görə cərməliyib? Nəyə görə? Yerə Ağlıma bir şey tüpürər. gəlir. Ağlıma bir şey gəlir. İtin poxun yerdən götürmür. Ağır cinayət. Kamerada çəkib onları. Ona görə tuturlar adamı. Doğrudan desən. Hə, bu cərməliyiblər. Nə cərməliyiblər? Su tapancasına görə Cəsir ondan bizim ağzımıza bir iki dənə fıskırt. bu da cinayət olmasa bu cinayətə təşviq edirsən. Doğrudan deyirsən. Bəli, deməli övladına su tapancası alıb, amma su tapancası həqiqi tapancaya oxşadığına görə, amma tapanca çəhrayı rəngli olduğuna görə az cərimə veriblər. Məsələn, $7,000 cəmi $7,000 cərməliyiblər, hə. O yetim nə olur orada? Bu hardan tapdı bu? O yemir də orada. Bunlar yemir də. İndi yığacaq özü maaşa işləyən adamlar. Maaşa işləyən adam 3 ayın pulunu ver getdi. Al. Bir dənə su tapancası sənə lazım idi. Uşağa görsən. Adama deyirlər. Orada türmə də çox zor deyib. Danimarka Deyirlər. türməsində PlayStation var. Məndə keçən ilə qədər yox idi PlayStation. Hediye verdiler ben bir de PlayStation. Ben bir yakın kardeşim hediye verdi. Ben de kesinlikle yok idi. Sağ olsun. Danimarka PlayStation var. Bax görsən yenə PlayStation reklamı. Andolsun Allah'a 3 il bundan əvvəl mənim yaşamaq istədiyim mühit oraydı da. Danimarka Çox türmə. rahat idi. Danimarka türməsi çox ideal. Yeməyin orada, içməyin orada, PlayStation oynasan, elgizə açma. Kurasında qoy biləsən. Bax belə bir xəbər var ki, İsveçrədə siyasətçini $7,000 cərməliyib. O çox pis xəbərdir. Yəni- Çox dəhşətli xəbərdir. Yazıq da üzr istəyib hamıdan, çıxıb ictimaiyyətdən üzr istəyib ki, mən belə bir şey hərəkət eləmişəm və cərməni ödəyəcəm. Söz verib ki, ödəyəcəm. Ödəməyib nə edəcəm? Elə İsveçrə hökumətinin hökuməti elə böyle. Nəsə siyasətə çox girməyək. Aha. Çox girməyək. İsveçrədə amma mən doğrudan yaşamaq istəyirəm. Mən bax İtaliya azarkeşiyəm, Milan azarkeşiyəm. Burada göstərim hamıya. Yaşamaq istədiyim yerlərdən birincisi İtaliyadır.
özümə arzu eləmişəm ki, 50 yaşımdan sonra İtaliyada yaşayacağam. İndi arzu da eləmişəm. İnşallah. Hə, Yevlaxa qədər yol var. Yevlağa qədər alım oradan təzə gəlib, deyir getməyin. Və İtaliyada yaşamaq istəyirəm. Amma bir də İsveçrədir. Amma deyirlər çox bahalıdır orada yaşamaq. İsveçrə su tapancasına görə bu sal 50 min cərmə, deyənə 7 min cərmə. Onlar bizim uşaqlar ora getsə mən hər gün cərmənə verərəm. Bizim uşaqlar şey deyir. Avtomat nazarla dağırdı. Bunu dağırtsın, ver dağırtsın. Ha doğrudan orada indi avtomat oynamayıblar yəqin ki məsələ. O çox Biz oynayırdıq. Öldün çıx. Öldün çıx, hə, bışıb. Bir də bizim məhəllədə bir dənə uşaq düz gözündən dəymişdi o seçimə. Sən də öldün ora. Yox. Və qorxurdum o oynama. O çox apasındır. Yəni bir avını bilirsən ki, Yox, kimsə raqatka zət düzəldirdik də biz o vaxt. raqatka düzəldirdi, meyvəni vururdun qonşunun bağından meyvəni cipu. Yox, bizdə Bakıda böyümüşük. Biz meyvə yox idi deyə biz adamlar vururduq, sərçə vururduq. Adamlar vururduq. Bakıda böyümüşük biz meyvə yox idi deyə adam vururduq. Ya siz sən böyük dərd çək. Sərçə vururduq. Böyük yasan bura keçmisən. Sərçə vururduq amma. Sərçə niyə vurursan? Canlını niyə Ona görə sərçələr qutarda yoxdur da, Bakıda sərçə yoxdur. Bakıda sərçənin də sonunu gətirib əstəvəcəklər. Bu görkəmli Doğrudan şəxsiyyət. mənim maraqlıdır da. Əgər mənim özümə doğrudan var, çoxdan da sərçə görmürəm. Yəni az bir şəkildə. Yəni çox retkallarda. Sərçə qaranquşdur da. Hansı şey qaranquş kostyumlu. Bəzi tamaşaçılar Əstəvəcəklər bu bir ali təhsil mərkəzlərindən sponsor axtarır. Sərçə qaranquş. Sərçə balaca olur, belə çık 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 çık. Fənərbağçədə. Bəli. Ha, o Kanaryadır. Kanarya sərçədir də Kanarya. Kanarya sərçədir. Bəli. Yox olsun. Evet. Kanarya sərçədir. Bizdə heç sarı yox idi sərçə, ancaq belə bozumtul qəhvəyi O rəngi. forma rənginə görə elə ediblər onu. Sərçə rəngi belədirsə. Nəysə, belə savadlı verişimiz davam edir. Qaranquşlar o vaxt gəlib yuvalar qururdular. Bəli. Evlərin pəncərələrində falan. Gəlvəli. İndi o şərait yoxdur. Binalar tikilir, hər yerdə tikinti gedir deyə. Şərait yoxdur qaranquşdan gəlməyin. Ekosistem Çətindir. çökərdi. Bəli. İnsanlar ona görə də növbəti xəbəri qəşəng keçirdin. Elon Musk Nə yenə oqraşına söyləyir. yenə bax, bəli, aləm qatdı. Dayanmır bir dəqiqə. Deməli insana bənzər robot düzəldib Onlarla evini yıxsın. 2026-cı ildə göndərəcək Marsa. Söz verib ki, Marsa göndərəcək və orada o insana bənzər robotlar növbəti koloniyalar üçün orada yaratmaq istəyir. 2030-a qədər deyib ki, koloniyalar yaradacağam, orada insanları yerləşdirəcəm və s. Birinci o robotlar yaşayacaqlar orada. Görək onlar yaşaya biləcək. Hə, biz də gəlib yaşayacağıq. Robotun yaşamağı üçün nə var? Yağın vurdun, benzinin vurdun, göndərdin, 20 il qalsın orada. Yox da indi baxma robotdur. O da elə düzəldilər ki, bir hissləri olsun da. Zaryadkadır Darıxacaq gedəcək, artıq. oturacaq şeyin üstündə, o uzay istasyonunun üstündə oturacaq, 5 dəqiqə zaryadkasını yükləyən ki, robotun nə darıxmaq hissi? Sən eləyirsən bu hamısı bu süni intellekti sən Mən məsələn maliyyələşdirirsən. Marsda da yaşamaq istəyərdim. Sən Allah bırakıb sən İtaliyada yaşamaq istəyirsən, İsveçrədə yaşamaq istəyirsən, Marsda yaşamaq. Sonra növbəti hədəfim Marsda Abi macələnsən, Marsda nə var? Marsda quraqlıqdır. olsun da. Palçıq bildiyin. Estağfurullah. Heç nə deyilmir. Nəysə. Elon Musk'a sözün varsa denən. Elon Musk, sən aləmi qatmısan bir-birinə. Belə qazanırsan, gözün doysun. Allah sənin gözünə. Ondan, yəni Allah'a and olsun xərclə bilməsən hamısın. Neynəsin? Kimə versin, gətirsin bizə versin, paylasın cəmaata. Neynəsin? Mən bir də onun Instagramında yazmışdım ki, bunu oxumağa xərclədiyim vaxtın pulunu ver də mənə. Cavab yazdı. Hə, 100%. Dedi ki, sən çox ağıllı adamsın. Gəl sən Marsa göndərim. Bir 3 ay yaşa. Doğrudan adamın əlində elə bir imkan var ki, xoşlamadığı adamı bindirər raketə göndərər Marsaya. Xoşlamadığı adamın deyəndə ki, mən çox üzr istəyirəm. Həm profildə dəyişmişəm. Qorxdu. Mən onu sevdim. Zarafat da yazmışdı. İlan əmi. Yalanamı. Türkiyəli alimlər də boş Ay durmayıblar bu dadam arada. sən burada elimdən mənə yordun. Yox, nə onlar da görürlər ki, İsveç alimləri belə eləyir. İsveç alimləri nəsil? Cənubi Afrika alimləri Cənubi gözündə Afrika alimləri Antarktidada da bir-birlərini qırırlar, beşarsızlar. Türkiyəli alimlər də oturublar, neyniyim? Götürüblər bir dənə statiya yazıblar ki, biz tapdıq. Nə tamam. Tapdıq ki, niyə əvvəlki telefonlar çox zaryad qazaqlayır, indikilər az saxlayır. Yəni bu gətir. Mən eyni vaxtda düşdü ya. Mən sənə deyirəm ki, o evi çəyə qoy. Qardaş, bu Onu elə qoyma. Ha, bax sorğun keçib dönsən, sor. Belə də aşır evi. O niyə açsın? Biraz onun müayinə olur. Belə yaxşı. Belə yaxşı. Sənə bu evdən arzu edirəm. Bu evi gizlətmişəm ki, bizim Ey evimizi heç Türkiyəli kim alimlər. görməsin.
Baxın bir görün bunun üçün nə eləmir. Vallahi ki. Ya oradan tapıblar ki, deməli nə araşdırıblar uzun müddət. Sonra tapıblar ki, indiki telefonlar istehsal edənlər, Aha. deməli Bu əsri. türklər indi ona deyirlər kullan at. Aha. Yəni ki, istifadə elə at. Prinsipi ilə düzəldilər, amma əvvəlkilər o prinsiplə düzəltmədilər. Yəni telefon uzun müddətli işləyir. Məsələn, mənim ilk telefonum Siemens A52 idi. Belə bir telefon vardı, sarı ekranlı. Bilirəm, şeyə qoşurduq onu. Siemens A52 idi, ya C53 idi, nəsə belə bir dənə telefon var idi. Open box'un aparatına qoşurdun, Digitürk'ü verirdi şey. Sən lig TV-ni göstərdi. Necə də o telefonu düzəldənlər bilmirdim. Yox, internet. Cəmlin bir dənə telefon var idi, əziz dostlar. Oo, möhtəşəm telefon. Möhtəşəm telefon idi. Möhtəşəm telefon. Son bir ilə qədər onu işlədirdi, cüzbalayla onu dəyişdirdik. Deməli, zajqalkanın spirali var ya, o belə tok verən, tık tok vurur adam barmağına. Arada bir də gördün gəldi ki, zajqalka verin. Mən tez zajqalka verin, mesaj gəlib baxamıram, mesaj gəlir. Ekran tuturdu, çık. Ekran düzəlirdi. Sonra ondan istifadə edirdi. Bax, elə çətin günlərdən qalxıb bu günlərə. Telefon özünə gələ bilmirdi, əziz tamaşaçı. Basırdı nə kamera. Cəmilə 3 dəfə zəng yerdin, 4-cüdə özü zəng yedirdi. Götürə bilmirdim. Heç bir telefon çətin günlərdən keçmişəm. Mənim birinci telefonum Samsung Y250 idi. Şey var idi, Swipe dedilər. Hə. Slide neydi? Slide Samsung Y250 idi. Onun 3 dənə bataryası var idi. Vetsin üstündə kəpənək. Saat qıqlarında gəzdirildim. Adaptırlar cibimdən çıxardılıb ona taqqına şakar. Mən Samsung Y50 Samsung Y250'ni 7 saniyəyə söküb. Hər bir dərsində öyrətmiş. Sən biraz dirəksəydin, Marsa gelib çıxacaq. Ay tadava terbastı var. Su yok, hava yok. Elektronika dükanlarından sponsor axtarıq. Heç olmasa ventilator bizə gedirsən. Nə qədər hava yoxdur burada. Bəli, biz bunların hamısını edirik ki, reklam götürək. Vay tadava. Sən bana öldürəcəksən reklam şeylərə görə. Saç tor. Qoy, Cəmilin ölməni istəmirsə reklam göndər. Bəli, biz telefonlardan danışdıq. Aha. Amerikada Yenə. mən uzaqlardan danışıram. Qayıdacağam Bakıya. Aha. Amma hələ ki uzaqlarda. Bakı maraqlıdır, qayıdara. Bakıda da var söhbət. Aha. Deməli, bir nəfər xəbər belədir. Üzərinə kofe tökülüb, milyonçu olub. Orada söhbətlər çox böyük şeydir. Bildiğin milyonçu olub. Tazminat da var. Starbucks'ta Amerikada bir kişi üstünə kofe tökülüb, gedib məhkəməyə verib Starbucks'ı və deyib ki, bu ağrı, acı mənə psixoloji təsir elədi. Mən özümə gələ bilmədim və inan, xəbərdə elə deyir. Məhkəmə 50 milyon dollar deməli Starbucks'a cəza verib ki, bu adama ödənilməlidir. Nə danışırsınız? Nə danışırsınız? Mən burada bir reklam var. Onu eləmişəm 3 ay bundan qabaq. Onu mən pulunu da alıram. Onun pulunu ala bilmirəm o kimi. Vay tadama bunu çalıblar da. 50 milyon mən indi gedib orada təzminat davası açsam ki, bu qardaş mən bu pul satmalı idi. Bu pulla mənim görüləsi işlərim var idi. Yoxdur bizdə belə şey yoxdur. Elə şey yoxdur. Amma adam gedib yəni öz çəkdiyi psixoloji çətinlikləri danışıb məhkəmədə ki, mən belə oldu, getdim, mənə güldülər, mənə psixoloji təsir elədi. Mən getdim evdə ağladım və s. Şey var. Məşqimiz altın batırmışdı. Vay. Çox pis. Belə bir şeylər olub bizim də sinifdə. Pis şeydir. Nə, yəni o əgər təzminat davası açsa, hardasa desə ki, bu uşaqlar mənə güldülər. Falan elədi bəs mümkün. O da 18 yaşından sonra uşaq dağılı kəsmir gülürdü. Bəli. O hardasa haqlıdır. Ay əmdil. Koferi götürmüsə, ağzımın yerini tanımısan, dağıtmısan üstümə. İndi proses necə baş verib onu yazmayıblar. Ola bilər satıcı verəndə satıcı ən azından verəndə də çıxardıb bunu məsələn üçün bizdə indi məsəl üçün deyək də 4 barmaq bir dənə tilə götürdüm, soxdum sənə. 50 milyon təzminat ala bilməzsən məndən. Mən sənə çox səmimi. Çox sən bilirsən belə sən elə bir sənədin var ki, indi burada demirəm. Bunu kəs, bu poqacama var. Sən onu da məsələ heç alamayacaqsan. Sən mənə Bədərim cümləydim sizə. Bax indi o yıxıldı ya. Mənim bütün şeyim pozuldu.
Maddi manevi çöktüm. Bəli, bizim kanalı vermək kimi. Sizin kanalıma böyle, Müsaadəmətdə də kanalı. Vermək Qapı kimi. filmindən nə qədər gəlir əldə eləmsənsə. Bu arada Hamısı, dostlar, aha, buyur, Qapı filmi aha. hələ də Yaddan kinoteatrlardadır. çıxmışdı. Gedib baxıb izləyə bilərsiniz. İzləyənlər kommentləri yazsınlar ki, görə izləyiblərmi, nə cür təəssürat alıblar. İzləməyənlərə tövsiyə edin, izləsinlər. Dəstək olun da, nə olar ki? Qapı Amin, filmi, amin, sən, nə olur, sən yalandan burada indi şey eləmə, ağlama qapı ki, filmi- sən qapı filminə sən Yaxşı. dəstək gözləyirsən. Bəli. Mən bunun açdığına görə qapı filmini məhkəməyə verəcəm ki, Aha. bu filmin rejissoru mənə pis elədi. O yıxıldı orada, mənim bir dənə baxırdı. Vay. Ağadaş Ağayevin Aha, mən sevdim. baltasını qaytarıblar. Nə danışırsan? Starbucks 50 milyon dolar pul 50 milyon. məhkəmədə cəmaata təzminat ödəyiblər. Bizim də məhkəmədə Ağadaş Ağayevin baltasını qaytarıblar. Divarı mən sənə O danışıram. deyib mən pis olmayacaq. Mən Evə sənə- gedirəm görəm balta yoxdur yerində. Mən sənə danışıram God of War-dan. God of War-a oynamışsan. God of War-da o Kratos var, baltası var. Baltanı atır, üstümüzə basır, geri qaytar. Hələ Ağadaş da üstümüzə basıb da. Üstümüzə basıb o da qaytarır. Üstümüzə basıb geri qaytar bir şey var. Niyə baltasını qaytarırsın? Da deyiblər ki, da bu bizdə də qalıb deyirik. Kötü olsan evdə. Bildim o bizi yetimdə də su tabancası almış. Bu adam bunun adamı öldürmək istəyirdi. Orada görsən su tabancasına görə 7000 dollar cərimə olunub. Özdəki xalq da onu deyib ki, ayıb olsun sənə. Burada da baltanı qaytarıblar ki, Ağadaş mənim. Baltamız qaldı ye. Gedirsiniz baltamız qaldı. Çox möhtəşəm gündəm var. Ölkədə çox möhtəşəm gündəm var. Dayanmır. Deməli Ölkə gündən bir dəqiqə dayanmır. bir xəbərimiz də var. Xəbər deyəndəki bir xəbər deyil. Sən bu hamısını eyni saytdan oxuyursan. Yo, eyni sayt deyil. Yalan demə. Vallahi eyni sayt deyil. Bax burada bir baba özüm görsən də mən saytdan adını çəkmək istəmirəm. Hə, yaxşı. İndi növbəti sayta keçsə, amma bu saytları doğrudan çəkmək istəmirəm. Sadəcə xəbərlər mənə cəlb elədi. Aha, nə xəbərlərdir? Deməli 4 dənə ard-arda xəbərdir belə saytda. Biri paylaşılıb ayın 12-si, martın 12-si, biri Biraz martın yaxınlarda. 13-ü, biri martın 14-ü, biri martın 15-i. Mən ard-arda 2025-ci ildə. Bəli, təzə xəbərlər. Xəbər başlıqlarıdır. Mən indi onları oxuyacağam ard-arda. Ayın 12-si paylaşılan xəbər. Yazılıb. Boşanmaların 70%-i qadınların təşəbbüsü ilə baş verir. Belə gülməli yer burası. Statistika arxasındakı gizli səbəblər. Vay, vay, üstündə vay, falan. vay, Burada oxuyursan ki, güya nədənsə. Ayın 13-ü. Aha. Xəbər başlığı belədir. Boşanmaların 70 yox. 90% təşəbbüskarı qadınlardır. Ara dərslərə. Sosiologlardan qalmaqallı açıqlamalar. Hələ dayanmayıb Aha. qardaş kimsə. Qardaşdır ya, xanım. Yəqin ki qardaşdır. Çünki xanımlara qarşı Aha. xəbərdir. Ayın 14-ü də dayanmayıb yazıb ki, ölkəmizdə hər günə 59 boşanma baş verir. Günah niyə qadınlardadır? Bəlkə qaralayıb qadınları. Ayın 15-i də Qadınlar da istəyir. bu kitabı Qadınlar da istəyir, kişilər də verir. qadınlar nə istəyir? Kişilər Burada xəbər indi verir. məsələn onu oxumum burada tapacağam. Ayın 15-i olan sonuncu başlıq da budur ki, kişilər razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma 3 nöqtə. Hüquqşünas sirləri açdı. Mən doğrudan maraqlıdır bu xəbər oxuyanda bu xəbər başlıqlarını ki, bu doğrudan mənə elə gəlir ki, bir nəfər yazıb. Yəqin ki, bu aralar onun bir problemləri var, çox güman edirəm. Çünki xəbər başlıqları qadınla bağlıdır hamısı. Birinci deyir ki, 70% qadınlardadır günah. Sonra deyir ki, 70 yox, 90% qadınlardadır. var. Gedib evə, Var, evdə deyirlər ki, bu nədir yazmısan 70%? 70%? Mən deyirəm orada 70%, 90%-dir vəbşə. O şeydə olub, işdə olub. 70% qadınların 70%-i boşanmaq rəqsidir. Ha, bir dənə belə xəbər yazdı. A bizdə də arvad deyib mənə boşan. Nə danışırsan 70 yox 90. Şəxsən bir problemim yoxdur. Prosta ki, Ya yəni mən də ad çəkmirəm və saytlarını da çəkmirəm, amma belə bir ad var xəbər. orada. Bilirik bu. Bəli, bəli. Amma ya şəxsən heç problem yoxdur. Amma niyə də indi? Yəni dayanmadan Dayanmadan yazır Mən indi şey. gözləyirəm növbəti verilişdə görüm bu qardaşın növbəti xəbəri varsa, boşanıbsa, ola bilər növbəti xəbər belə olsun. Boşanmaq xoşbəxtlik gətirir. Həyat nə gözəldir. Belə bir xəbər olsun, biz ki onlar boşanıblar dəqiq. Zarafatsız mı səncə niyə? Bax indi vaxtımız var, nə qədər çəkirik biz? 25 dəqiqə çox uzun olmadı. Var, gedər. Gedər, Tamaşaçılarımız amma bizi sevir. sevirlər, Deyirlər ki, çox danışın biz. Onsuz da o qədər bizim tamaşasımız var ki, hamısından əlbəyə görüşümüz bir istəyirlər. Kim qardaş, bu səfər biraz uzun oldu, bağışda sarallı. Görəsən,
bu xəbərin doğrusu necədir? Hansı halda? Bu məsələn üçün qadın biraz da ciddi danışaq indi. Hər şeyi lağlağaya sal. Belə Gülmə deyim, zarafat. Zarafatsız hər şeyi lağlağaya salmaqdır. Bu məsələn üçündür. Bu qadın boşanmaq istəyir. Deyir ki, boşanmaların əsas səbəbi evlənməkdir. Yəni Bu adam evlidir. mən evliyəm mən. Nə deyirdim mən? Mən Sana 7000 carma yazacaqlar ki, cəmaata mən başım getdi. Özür kimi söhbət edirəm. Qanqaracaq zarfım. Hə. Zarafatsız niyə məsələn üçün də 90% qadınlar təşəbbüs eləyir. Yox, ya o yetimlər gedir də abi boğulur da yəni. Kimsə zor tətbiq edir, kimsə məndən evinə baxmır, falan olmur, bəs mükəm. Bu gedir axır bezdiyindən boşanmağa alır. Çünki evə də yetsə, evdəki də deyir ki, "Ay get başa sal. Sən belə şey olarsan." Ya bu hallar çoxdur, amma son zamanlarda mən bir yerdə oxumuşdum. Yəni bizim saytlar deyil də, xarici saytlardan birində idi. Həqiqətən də qadınların indi daha doğrusu kişilərin şiddət gördüyü hallar da var. Yəni əvvəllər elə deyildi, əksi idi. Kişilər daha çox şiddət göstərirdilər və s. İndi isə nədənsə demirəm, çoxalıb. Amma var o hallar da ki, mən demirəm kişilərin tərəfindən çıxış eləmirəm. Sadəcə demək istəyirəm ki, bir söhbət ondan gedir, amma ki kişidən söhbət gedir də. Biri var ki, gəlir içir, gəlir evində dava salır, falan edir. Yox, işte, təbii ki. O qəbul ona olunmaz sığışmır. Bir şeydir. Bir dənə də söhbət var ki, bu məsələn deyirsən kişilər tərəfindən zorakılıq görüb, düzdür? Həmin kişi idi də getdi Starbucks-ı məhkəməyə verdi. Mənim üstümə Covid ağırdı 50 milyon manat gətirin. Bu 50 milyon aldı apardı evə, evdə arvadla xərcləyirlər də. Hə, bəlkə məsəl boşanıb onu da bilmirik. Əgər statistikaya əsasən danışırıqsa, məsəl üçün 1980-ci ildən bu yana olan boşanmaların sayına bax, 1980-dən əvvəl olan boşanmaların sayına bax. Sən məncə hər iki tərəf normal düşüncə sahibi olanda və hər iki tərəf bir-birinə qarşı nəsə necə deyirlər bax, adamlar bir-birinin babını tapmalıdırlar. Adamlar da onu deyirəm də o vaxt olmayıb da. Məsələn ki, deyiblər ki, bunu alasın. Yaxşı. O adamlar da şiddət görsələr də gəlib boşanmayıblar da. Məcburi qalanlar olub. Daha o vaxt söhbət var idi. Yəni da bizim hətta köhnə filmlərdə də var, nə bilim, əsərlərdə də var da. Məsəl üçün sənin o evdən meydin çıxmalıdır. Ki, qadınlara deyirdilər də, gəlinlərə deyirdilər. Sənin o evdə meydin çıxa bilər ancaq və s. Nəysə, gəldi bir ağır mövzuya çıxdı. Bu arada bir dənə o deyim ki, bu yaxınlarda Qapı filmi, hə. Qapı filmi izləyin. Bu yaxınlarda Milyon şousunda 16.000 manatlıq sualda belə bir sual verilmişdi ki, hansı ildə nicah sayı daha çox qeydə alınıb? 2020, 21, 22, 23. Cavablar bunlar idi. Və həmin iştirakçı düzgün cavab verdi. 2022-ci ildə daha çox 69.000 nə qədərsə nicah qeydə alınıb. Nəyə görə? Burada məntiqi açıqlama budur. 2020-ci ildə pandemiya idi. Nicahlar yox idi, yox səviyyəsində idi. 21-də təzə axırlarına yaxın açılan fason oldu, biraz az düşdü. 50 neçə min səhv eləməmsə. Və 2022-ci ildə bütün o nə qədər ki adamlar gözləmişdilər, hamısı başladı evlənməyə də. Bunlar yəni ona gətirib çıxardıram ki, dayanmadan evlənirlər, sonra deyirlər ki, boşanmaların səbəbi. Ona görə birinci sözü vurğuladım ki, boşanmanın səbəbi evlənməkdir də. Yəni belə deyək də. Çox düzgündür. Hə, yəni yəni fikirləşmədən evlənənlər də çoxdur da. Tez evlənək də. Ha, sağ ol. Yəni indi bir şey kimi burada bir sosiolog, ailə məişət həkimi kimi biz burada indi hökm vermək istəmirəm. Çünki mənim o sahədə bildiyim amma evlənmək lazımdır. Plan bəs məkanımız azdır. Amma ki bir dənə də o söhbət var ki, bundan əvvəlki yenə deyirəm 80-cı ildən əvvəlki məsəl üçün də indi bizim yox da o vaxtlar da boşanmalar var idi. Sadəcə az. Boşanmalar var idi əlbəttə, amma bir şey söhbəti var da məsələn üçün. O adam bilirdi ki, bu insanların həyatının axırına qədər ömrü sürəcək və orada qarşısındakı insana qarşı çox böyük hörmət göstərir. Bax bir dənə sən sözün. İndi gəldik başqa yerə çıxdıq, onda qoy bunu da deyim də. Sən mənə imkan vermirsən, bu necə qonaq? Yox, qonaq deyəndə mən indi çıxım tərk edeyim ver. Sən deyirsən 80-cı ildən əvvəl. Bəs onun oradakı axı sosial media, nə bilim, televiziyaların bugünkü halı yox idi axı. Onlar da var da. Məsələn indi açığı onu da demək istəyirəm. Mən şahidi olduğum mövzudur. Qadınlar var ki, mən şahidi olmuşam bu mövzunun ki, TikTokda, nə bilim Instagramda və s. digər bir qadının həyatına baxır. Deyir ki, mən də elə yaşamaq istəyirəm. Kişilər də var ki, onu təmin edə bilmir. Yəni o həyatı. Məsələn, Baliyə gedə bilmirlər. Bu adam 500 manat, 600 manat maaş alır.
Fikirləşir ki, mən gedib məsəl üçün bu xanım kimi video çəksəm, bloq eləyəsəm və s. gedəcəm, mən də bayırını gəzəcəm. Düzdür? Və başlayır o sosial medianın təsiri gəlir ailəyə çıxır. Bəzi hallar bunlar da var da, yəni bunu da danışmalı. Bir anda söhbət bilsən nədir? Biz mən televiziya verişlərini qınayıram şəxsən. Demək olar ki, 98%-ni qınayıram. Yəni 2% bəlkə normal veriş var, onlara baxmaq olur. Amma 98%-ni qınayıram çünki həmin o ailə problemlərini gətirdilər, efirə çıxartdılar. Oradan biri gəldi qışqırdı. Bu dedi ki, "Ay mən də gəlib qışqıra bilərəm." Sabah efirdə qışqırdılar. Deməli evin içində bunlar nələr edirlər? Efirdə bir-birinin üstünə qışqıran evdə nələr edir? Yəni bunu gətirib çıxartdılar. O 80-ci illərdə o yox idi. Onu demək istəyirəm O sənə. sən bu çox belə verici Bəli. gedib yorur başımda sizi. Bəli. Ona görə ötürə bilərsiniz bu yerlərdən. Prosta orada bir dənə söhbət var ki, mənim fikrimcə. Xoşbəxtlik bir damın altında da qala bilər. Çölə çıxmadan da o xoşbəxtliyi orada yaşaya bilərsən. Bir evin altında, bir evin içində, bir yemək masasının əks qüzublərində də yaşaya bilərsən bu xoşbəxtliyi. Yəni o demək deyil ki, Baliyə getdi, çox sevinci, indi bu dəqiqə əla oldu. Bəziləri göstəriş üçün gedir zaten. Ha tamam amma 2000 bilmirəm. Mən biraz o adamı da öyrənəm, biraz bəlkə də çox belə konservativ adamam deyə. Yox, zaten yəni normal, adekvat düşüncədə belədir. Sadəcə göstəriş üçün çox şeylər olur da. Məsələn nə olur? Daha belə videolar da var. Məsəl üçün qız deyir ki, gəl video çəkək, xoşbəxt görsənək, amma backstage-nə baxırsan ki, bunlar dava ilə, qırğınla o videonu çəkiblər. Bu deyib, sən burada durma, mən burada durum. Ay adam qoy, siləcəm videonu. Sənə görə bu video pis alındı, qırdılar bir-birlərinə, amma paylaşılan video nədir? Güldülər, sevindilər. Amma o sevinən halları cəmaət görür də. Deyir ki, nə xoşbəxtlər, mən də bunlar kimi olmaq istəyirəm. Backstage-də dava qırğındadır. İnsanlar bir-birinə kamçamsa getdikcə daha da xoşbəxtlik tapacaqlar, mənim fikrimcə. Bu arada Qapı filmiyənə. Qapı filmini izləyə bilərsiniz. Elə belə ailə məşhət söhbətlərindən danışırıq. Bəli, ona görə gətirirdim ki, bəli, Qapı filmində də biz komanda olaraq çalışmışıq ki, müəyyən məsələlərə toxunaq, belə bir mövzulara, ailə mövzularına. Təkcə orada mövzu oğurluq deyil, həm də ailədən baş verən proseslərdən də bir balaca toxunmuşuq. İstəyərəm ki, baxasınız və fikirlərinizi bildirəsiniz. Bizim də veriş haqqında kommentlərdə yazın. Sordu xəbər. Bəli. Abi mən bilmirəm, mənim bunu zapas xəbər var. Yoxdur, çox ciddi qutardı. Ona görə bir lətifə danış qutaraq. Deməli bir gün bir dənə ayı gedir filin yanına.